İvanov, 25 Abdulaziz Ture oyun başladı. Neftçiyə uğurlar. 26 Vladislav Kalinin, 30 Mustafa Cime. Fərəc geriyə. Neftçinin həmləsi davam edir. Sol cinahdan İmad Fərəc. Qapı qarşısında topu göndərir. Burada Breno var. Çatdı topa. Breno. Sako. Yenidən Breno'ya qaytarmaq cəhdi. Breno davam edir. Yıxılır. Hakimin qərarı oynayın deyə Tim Marshall içində yoxdur dedi. Falaye Sako qapı önünə göndərmə. Bu da keçmədi və ardından Abdullayev çıxartdı. İndi Breno vursun. Breno! Breno meydan 1-0. Erkən gol. Neftçi o gol tapdı. Biri var artıq. Biri var. Və bu oyunda önə keçir Ankaralar. Epizodun təkrarı ekranlarımıza gəlir indi. Cərimə meydançasının xətti üzərindən əla bir zərbə ilə Rüfət Abbasov irəliləməyə cəhd göstərir. İmad Fərəc qaytarır topu. Abbasov qapı qarşısında türmə lazımdır, göndərir. Son vuruş olacaqmı orada? Tuftanın qarşılamağı bacardılar və topu yan xəttdən meydandan çıxarırlar. Out bizimdir. Cərimə meydançasına buraxmırlar. Sıxdılar onu. Geriyə ötürmə verməyə məcburiyyətli qaldı. Lyubomir Tufta sağ cinahda Sako. Geriyə oynayır Mahmudov. Emin ötürməsi Klismanı əla gördü. İndi Sako. Falaye Sako. Nə edəcək son anda? Sakalovski onun qarşısını kəsir. Təhlükəni soruşdurur. Baxırıq Sakonun qapı qarşısına topu göndərmək cəhdi ancaq rəqib futbolçu qarşılamağı bacardı. Növbət Xaçayev ilə paslaşır indi. Murad Xaçayev mərkəz xəttinə qədər irəlilədi. Sağ çarpaz Breno. Saxladı səhətli zərbə lazım. Breno! Ancaq qapçı Şimakoviç. Hansı qərarı verəcək? Sol tərəfə çevirdi. Rüfət istiqamətinə göndərilən top var. Rüfət Abbasov göndərir. Baş zərbəsinə burada imkan vermədilər. Vladislav Kalinin hücumumuzun qarşısına alan müdafiəçi məhz o idi. Vladislav Kalinin. Davam edir Murad Xaçayev. Verdi ötürməsini Emin çevirir. Sol tərəfə Rüfət Abbasov dəstək verir. Rüfətdən qapı qarşısına göndərilən top baş zərbəsi dəqiq alınmadı. Neftçinin daha bir təhlükəli həmləsi Breno Almeida. Baxırıq epizodun təkrarına. Rüfət göndərdi. Breno'nun baş zərbəsi top. Rüfət Abbasov. İmad Fərəc qəbul edir. İmad Fərəc göndərir. Zərbə lazımdı ancaq burada futbolçularımız bir-birinə mane oldular. Heç biri vura bilmədi. Bəli, ilk hissə Tim Marshall ilk hissəni bitirmək haqqında qərarını verdi. İkinci hissəyə start verilir. Emin Mahmudov ara ötürməsi Klisman bir toxunur. Basala Sambu gəlir. Sambu vurmaqla yıxılır. Sambu ancaq heç də yoxdur bir Tim Marshall. Yenidən gəlməliyik. Balayev sağ tərəfə çevirdi. Breno istiqamətinə. Önündə Abdulaziz Ture var. Almeydan'a qarşılayıb. Hücumumuz davam edir. Top qapı qarşısına göndərilir. Baş zərbəsi olmadı və qapıcı Şivakoviç'də qalır. Klisman oradaydı. Rüfət topu saxladı. İndi özü sol cinahla irəliləməyə qərarına gəldi. Seylama qarşıladı. Qapı qarşısına göndərir. Ancaq burada Abdulaziz Ture qaydanı pozmadığını bildirir. Az qala Hasan bu topu ondan alacaqdı. Çox toplar deyək. Oynamaq qərarına gəldi rəqib müdafiəçi və bu hissədən verdilər. Təkrarı ümumiyyətlə yayımda ciddi problemlər var çəkilişdə. Qeydi bir daha yaxınlaşıb alır İmad Fərəc. Aparır topu. Fərəc mərkəzdə oynayır. Emin Mahmudov Sambu istiqamətinə göndərdi ancaq bu dəfə qayda pozulub. Epizodun təkrarına Emin Mahmudovun ötürməsi. Bax burada Havaz Abdullahi artıq 77-ci dəqiqədir. Tapaq qolu, tapaq həmin qolu. Sambu'nun zərbəsi. Şimakoviç. İvan Şimakoviç Dionisi xilas etdi. Neftçi qola çox yaxın həmlə davam edir. Sambu. Sako nə edəcək? Sako dərin oynayır önə. Sambu istiqamətinə göndərilən top. Ancaq Sambu. Yıxılı hakimin qərarı heç də yoxdur deyir Tim Marshall. Sako. Qarşıda Klisman döndü. Ara ötürməsi Səfərov. Səfərov geçdi. Verir ötürməsindən. Selim çatdı.
İmad Fərəcdir bu. İmad Fərəc, əla çıxır aradan İmad Fərəc. Qapı qarşısına göndərir, olmadı. Bu dəfə də olmadı. Klinsmann. Başladıq.